Və mövzumuz keçən dərsdə dediyimiz kimi İslam əxlaqı ilə, İslam ədəbi ilə bağlı bir mövzudur və keçən dərsdə müqəddimə olaraq ədəbin, əxlaqın müsəlmanın həyatındakı əhəmiyyətini vurğuladıq və bu ədəblər hansı ki toxunacaq, hamısı səhih hədislərə, Allahın kəlamına, varid olan əsərlərə və ya o varid olan əsərlər yolu ilə nəql olunmuş ədəblərdir. Hansı ki, Şeyx Albani Rahiməhullahın kitabından seçilib. Və ilk öncə Ənəs ibn Məlik radiyallahu anhunun hədisində gələn ədəbə toxunacaq. O da Peyğəmbər sallallahu aleyhi və səlləmin yemək yeyərkən, daha konkret desək, xüsusən xurma yeyərkən necə yediyinə işarədir. Ənəs radiyallahu anhu deyir ki, Rəaytu Rasulullah sallallahu aleyhi və səlləm cəlisən məq'iyyən yəkulu təmra. Yəkulu təmra. Deyir ki, gördüm Peyğəmbər sallallahu aleyhi və səlləm çöməlib oturub xurma yeyirdi. Ənəs radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin xurma yediyini görür və onu vəsf edir. Deyir ki, cəlisən məqiyyən, oturuş formasıdır. İqa, oturuşu əslində necədir? Barmaqların ucu üstə, barmaqların ucunu yerə diriyib, dizlərin üstündə oturmaq. Necə ki, iki səcdə arası bəzən oturursan. Ona deyilir iqa. Peyğəmbər sallallahu aleyhi və səlləm bu formada oturub, yəni dabanlarının üzərinə oturub və dizlərini də yerə qoyub və qədəmlərinin də ucları yuxarıya doğru, yəni dik qoyulmuş halda. Bu formada oturub Peyğəmbər sallallahu aleyhi və səlləm xurma yeyirdi. Və Ənəs ibn Məlik radiyallahu anhu nəql edir bizə bunu ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu formada yiyib, bu cür oturuşda yiyib. Ona görə səhabələr daş bağlayırdılar qarınlarına aclıqdan. Hətta Peyğəmbər sallallahu aleyhi və səlləm görür ki, onlar daş bağlayıb aclıqdan, göstərir ki, o ikisini bağlayırdı. Və günlər olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin evində xurma ilə sudan başqa heç nə olmuyor. Necə ki, Ayşə radiyallahu anhədən soruşur səhabələrdən biri, deyir ki, ey xala, nə ilə dolanırsınız? Çünki deyir ki, ona günlər olub ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin evində ocaq qalanmayıb, təəccüblənir. Səhabə deyir ki, xala, nə ilə dolanırsınız? Deyir ki, iki qara ilə, yəni ki, su ilə, xurma ilə. Su ilə, xurma ilə. Və Ayşə radiyallahu anh deyir ki, biz hilalı izləyirdik. Yəni, ayı izləyirdik. Bir hilal olurdu, sonra o birinə keçirdi, sonra o birinə keçirdi. Yəni, 3 ay Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələrinin evində od qalanmırdı. Və hədis göstərir bizə ki, insan yemək yiyəndə bu cür oturuş, yəni iqa, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm oturub, bu cür oturuş müstəhəbdir. Əli ibn Əl-Əqmaq radiyallahu anhu nəql edir bizə bu hədisi. Deyir ki, Səmi'tu Əbə Cüheyfətə radiyallahu anhu yəqul, qal Rasulullah sallallahu aleyhi və səlləm lə əqulu muttəkiyən. Deyir ki, eşitdim Əbu Cüheyfə, deyirdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, mən söykənərək yemək yemirəm. Yəni, dirsəklənərək yemək yemirəm. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm dirsəklənərək yemək yeməyib. Və alimlər ixtilaf ediblər, dirsəklənmək nə deməkdir? Və baxsaq, ərəb dilində dirsəklənmək nə deməkdir? Heç də, toxunacaq ki, heç də sağa sola, hansısa qolun üzərində dirsəklənməkdən söhbət getmir. Amma ondan qabaq bu hədisin Peyğəmbər sallallahu aleyhi və səlləmlə varid olma səbəbinə baxsaq, görərik ki, varid olma səbəbi, Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisi danışma səbəbi bir bədəvi ərəbin hekayəsidir. Hansı ki, Abdullah ibn Busur'dan rəvayət olunur bu hədis. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə bir qoyun hədiyyə edildi.
və Peyğəmbər sallallahu aleyhi və səlləm dizləri üstə çöküb yeyirdi. Dizləri üstə çöküb, yəni dizlərini yerə qoyub yeyirdi. Və bədəvi ərəb dedi ki ona, mən hədihil cəlsə, bu oturuş nədir? Bu oturuş sanki Peyğəmbər sallallahu aleyhi və səlləmin o oturuşuna eyb elədi ki, yəni sən Peyğəmbər ola, nədən həya edirsən? Ne üçün belə oturursan? Və dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin o oturuşu nə üçün idi? Az yemək üçün idi əsasən. Deyir ki, sallallahu aleyhi və səlləm, İnna Allaha cəaləni abdən kərimə. Allah Teala məni hörmətli qul edib və ya cömert qul edib və ya alicənab qul edib. وَلَمْ يَجْعَلْنِي جَبَّارًا عَنِيدًا. Məni təkəbbürlü, inadkar etməyib. İbn-i Battal rahimehullah deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu etməsinin səbəbi təvəzzükarlığı idi. Təvəzzükarlığından bunu edir. Yəni Allah Teala məni səxavətli qul edib, yəni təvəzzükar. Və rəvayət edir Əbu Davud Abdullah ibn Amr ibn al-Aslan radiyallahu anhudan deyir ki, Mə ru'yən Nəbi sallallahu aleyhi və səlləm yəqulu muttəkiyən qat. Peyğəmbər sallallahu aleyhi və səlləmi söykənərək yemək yediyi heç görülmüyor. Yəni dirsəklənərək yemək yediyi heç görülmüyor. Və həmçinin rəvayət edilir İbn Əbi Şeybə Mücahiddən deyir ki, Mə əkələn Nəbiyyü sallallahu aleyhi və səlləm muttəkiyən illə mərrətə. Peyğəmbər sallallahu aleyhi və səlləm dirsəklənərək yemək yediyi bir dəfə olub. Thumma nəzə, sonra tərk edib. Yəni sonra bir daha etməyib. Fəqal və deyib ki, Allahumma inni abduka və rasuluk. Allahım, mən sənin qulunam və elçinəm. Xattabi rahimehullah deyir ki, əksər insanlar elə zənn edir ki, söykənərək və dirsəklənərək yemək dedikdə insan hər hansı tərəfinəsə, yəni ya sağına, ya soluna, yəni ya sağ qoluna, ya sol qoluna söykənərək yemək yeməsindən söhbət gedir. Deyir ki, əslində söhbət nədən gedir? Söykəniləcək nəyəsə söykənməkdən gedir. Yəni qoyulan döşəyə ona söykənməkdən gedir. Hansı ki, qadağı odur. İnsan söykənmək üçün altına nəsə qoyur. Mütəkkə qoyur, döşək qoyur. Hansı ki, qolu ilə çini ilə söykənir ona. Deyir ki, hədisin mənası odur ki, söykənmək üçün nəsə qoyub, ona söykənib yemək təkəbbürlükdəndir, qadağadandır. Sallallahu aleyhi və səlləm başqa bir hədisdə deyir ki, mən yalnız ehtiyacım qədər yiyirəm. Və oturduğumda da, yəni söykənərək oturmuram. Söykənərək oturmuram. Peyğəmbər sallallahu aleyhi və səlləm yemək yeyərkən heç vaxt yeməyi pisləməyib. Yeməyi eyb etməyib. Hətta yeməyi bəyənməsəydi belə. Əbu Hüreyrə radiyallahu anhu deyir ki, Mə'abə Rasulullah sallallahu aleyhi və səlləm ta'amən qat. Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt yeməyə eyb etməyib. İn iştəhə əkələ. Əgər istəsəydi, yəni iştahası çəkirdisə, yeyirdi. Və in kərihəhə tərək. Əgər istəməsəydi, bəyənməsəydi, tərk edirdi. Hədisin şərhinə baxsaq, görərik ki, Əbu Hüreyrə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm yeməkdən heç nə eyb etməyib. Yemək dedikdə bura həmçinin içmək də daxildir. Ömər ibn Əbi Sələmə radiyallahu anhu deyir ki, kuntu quləmən fi hicri Rasulillahi sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləmin himayəsində olan bir oğlan idim və ya bir oğlan uşağı idim. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm məni saxlayırdı, mənə tərbiyə edirdi. Və kənə yədi tatişu fis-sahfə. Əlim yemək qabının içərisində və ya
qabın içərisində eşələnirdi. Yəni o yana bu yana əlimi hərəkət etdirirdim. Necə gəldi yeyirdim. Yəni hardan gəldi qabağımdan, başqasının qabağından elə yeyirdim. Fəqalə Rasulullah s.ə.v. ya qulam. Peyğəmbər s.ə.v. mənə dedi ki, ey oğlan, sən millə, Allahın adını çək. Və kul biyəminik, sağınla ye. Və kul mimmə yelik, qabağından ye. Deyir ki, səhabə, fəmə zələt tilkə ti'məti bə'd. Bundan sonra mənim yeməyim bu idi. Yəni bu cür yeyirdim. Yəni Peyğəmbər s.ə.v. necə tövsiyə edib, elə. Və Peyğəmbər s.ə.v. bu hədisində gələn sahifə, yəni qab, o qaba deyilir ki, 5 nəfərə bəs edən yemək yerləşir onun içinə. Amma biraz böyük qaba qasa deyilir ərəb dilində. Ondan daha böyük qab qasa adlanır. Və deyir ki, əlim yeməyin içərisində gəzirdi, yəni hərəkət edirdi. Sağa, sola baxmadan. Və Ömər ibn Əbi Sələmə Peyğəmbər sallallahu aleyhi və səlləmin rabibi idi, yəni saxladığı zövcəsinin oğlu idi, Ummu Sələmənin oğlu idi, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləmin himayəsində idi, necə ki özü deyir. Və Qulam, o sözü əslində oğlan uşağı, 3 yaşdan 9 yaşa kimi oğlan uşağa deyilir. Fikir ver, Peyğəmbər sallallahu aleyhi və səlləm o yaşda olsa da uşaq ona nəsihət etməkdən dayanmayıb. Əksinə, öyrədib onu. Və deyir ki, Peyğəmbər s.ə.v-lə yeməkdəydim. Əlim qabın içində gəzirdi, yəni sağa, sola baxmadan yeyirdim. Peyğəmbər s.ə.v dedi ki, ya qulam, ey oğlan, sən millə, Allahın adını çək. Və kul biyəminik, sağınla ye, və kul mimmə yelik. 3 dənə ədəb öyrədir ona, sallallahu aleyhi və səlləm. Əbu Muslim, rahiməhullahdan, deyir ki, Əbiyyəs İbn Sələmə İbn Amr İbn Əqva radiyallahu anhu nəql edilir ondan ki, deyir ki, əkələ raculin ində Rasulillahi sallallahu aleyhi və səlləm bişiməli. Bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında sol əli ilə yedi. Fəqalə kul biyəmik. Dedi ki, sallallahu aleyhi və səlləm ona sağınla ye. Dedi ki, kişi mən stata, lə əstati, bacarmıram. Dedi ki, kişi, bacarmıram. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, ona mən stata, bacarmayasan da. Və deyir ki, radiyallahu anhu, fəmə rafa'ahu ilə fi. Ondan sonra əlini ağzına belə qaldıran məni. Ondan sonra əlini belə ağzına qaldıran məni. Ona görə bəzi insanlar lakin görürsən ki, yemək yiyəndə, yeməyi sağ əllə yiyir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sabitdir bu. Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, kənə əkəltu ma'an nəbi sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləmlə yemək yedim, fəkənə yətətəbbə'ud dəbbə min həvəli qasa. Peyğəmbər sallallahu aleyhi və səlləm balqabağı qabın kənarlarından yığırdı. Balqabağı qabın kənarlarından yığırdı və Peyğəmbər sallallahu aleyhi və səlləm sevirdi balqabaq yeməyi. Ona görə səhabələr də bilirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə sevir, onun qabağına qoyurdular. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də bilirdi ki, onlar onun üçün qoyub onu. Ona görə yiyirdi ondan.